Salam izləyicilər, bu video dəstə ekranda gördüyünüz praktiki çalışma izahını verəcəm. Bu praktiki çalışma radar diaqram üzrə praktiki çalışmadır. Burada predmet futbolçulardır, yəni futbolçuların göstəricilərini bu diaqram növündə yığacağıq. Yəni bu sadəcə bir nümunədir. Ola bilər siz bunu müxtəlif şirkətlər üzrə də edə bilərsiniz və ya başqa predmetlərin göstəricilərini bu diaqram növündə əks etdirə bilərsiniz. Yəni burada məqsəd bu diaqramı öyrənmək, bu diaqram üzrə verilənləri yığmaqdır. Elə isə başlayaq. İlk növbədə Word proqramında layout maket tabına daxil oluruq. Burada margins polyəminə daxil olub səhifənin kənar boşluq məsafəsini narrow seçirik. Məndə artıq narrowdur. Rus dilində bu узкий olacaq. Daha sonra orientation, yəni orientasiya əmrinə daxil olub. Gördüyünüz kimi şəkil albom formatında olduğuna görə burada landscape albom niyət seçimini edirik. Daha sonra vərəqin ölçüsünü size, razmer əmri vasitəsilə A4 formatına çeviririk. Və bundan sonra insert, yəni vstavka tabına daxil oluruq. Burada chart, diaqram əmrinə üzərində mouse sol düyməsini bir daha vururuq və buradan radar diaqram növünü axtarırıq. Buradadır və OK düyməsini seçirik və bu zaman Excel proqramı açıldı. Dataları doldurmaq üçün, yəni verilənləri doldurmaq üçün. Burada Series 1, Series 2 görürsünüz. Bunların qabağında burada işarə var. Həmçinin burada da o işarələri var. Demək ki, Series 1-də bunları yazmaq lazımdır. Yəni Series 1, Series 2-də burada yazırıq Cristiano Ronaldo. B və C sütunları arasına gəlirik və plus işarəsi görsəndikdən sonra mouse'un sol düyməsi 2 dəfə vururuq. Burada isə yazırıq Lionel Messi. Enter düyməsini vururuq. Daha sonra CD sütunları arasında mouse'un sol düyməsi 2 dəfə vururuq və daha sonra gördüyünüz bu, yəni burada tarix yazı nümunəsi var. Çünki adətən bu diaqramı tarixlər üzrə müxtəlif göstərici yığanda istifadə edirlər. Yəni təbii ki, tək tarix deyil, başqa nümunələr də yazmaq olur. İndi biz bu standart verilmiş bu yazıların əvəzinə diaqramda bu yazıları yazacağıq. Deməli, yuxarıdan saat əqrəm istiqamətdə başlayaq yazmağa. Deməli, birinci burada sürət yazacağıq. Enter düyməsini vururuq. Zərbə pas. Zərbə, enter, pas. Enter. Burada dribbling müdafiə yazılıb. Dribbling. Enter düyməsini vururuq. Müdafiə. Və ən sonda isə qüvvət yazılıb. Qüvvət sözünü yazaq. Enter düyməsini vuraq və daha sonra bunlara uyğun göstəriciləri qeyd eləyək. Deməli, göy rəng olan Ronaldodur, qırmızı rəng olan Messidir. Bunu nəzərə alaq. Sürət hissəsində yazaq 90, 87, enter düyməsini vuraq. Zərbədə 93, 92, 93, 92, pas 82, 92, 82, 92, dribbling 89, 96, 89, 96, müdafiə 35, 39 və qüvvət 78, 66. Bunları yazandan sonra mütləq bu xüsusilə axırıncı veriləni yazdıqda bir çox istifadəçilər təsdiqləməyi unudur. Ya enter düyməsini vurursunuz, ya da hər hansı bir xanaya vurursunuz, ya da klaviaturada ox düymələrindən, yəni bu sol, aşağı, sağ, yuxarı, yəni bu oxlardan hər hansı birini vurub təsdiq edirsiniz və X düyməsini basıb diaqramdan çıxırıq, daha doğrusu Excel proqramından çıxırıq, yəni dataları doldurmaq olan və seçirik diaqramı. Bu zaman chart design format alət tabları açılır. Format alət tabına girib ən son hissədən size, yəni qrupunda yerləşən hündürlük və en əmrləri vasitəsilə bunun ölçülərini dəyişək. Deməli, hündürlüyü 16 yazıb enter düyməsi vururuq. Eni isə
25 yazıb enter düyməsini vururuq. İndi santimetrlə belədir. Məsələn, sizdə millimetr olsa 160, 250 olacaq, yəni millimetrlə rəqəmlər. Və daha sonra istəyirəm ki, bu səhifənin düz mərkəzində yerləşsin. Bu zaman layout maket tabına daxil olaram. Burada position, poложение əmri vasitəsilə buradan tən orta seçimini edirəm. Eyni zamanda bu əmr format alət tabında da yerləşir. Daha sonra bu hissə şəkildə görürsünüz, qara rəngdədir. Biz də format alət tabına girib burada shapefill, zarifka figura əmri vasitəsilə arxa fonu qara edirik. Daha sonra bunları seçib home tabına, yəni qlavna tabına daxil olub burada times yazırıq və 12 edirik. Qalın edirik və yazın rəngini ağ rəng edirik. Eyni zamanda bu yazıları da seçirik. Bizdə bu nümunədə sarı rəngdir. Buradan Times New Roman 12 qalın və yazın rəngini sarı seçirik. Daha sonra buraya başlığı yazaq. Məşhur futbolçuların göstəriciləri. Məşhur futbolçuların göstəriciləri və mötərizat FIFA boşluq 2020 və mötərizən bağlı veririk. Ctrl A düyməsini basıb seçirik. Buradan Times New Roman ölçü olsun burada 20. Qalın edirik və yazın rəngini light blue, yəni açıq göy, yəni mavi edirik. Bunları da etdikdən sonra diaqramda rənglərini dəyişmək lazımdır. Göy qırmızıdır. Deməli, zaten bu göy rəngdir, amma biraz daha canlı göy rəng seçək. Format alət tabına girək, shapefill, yəni konturun figura əmrinə girib buradan blue seçək. Digərini isə seçib buradan qırmızı edək. Daha doğrusu üzrlü sayın, bu shapefill əmri vasitəsilə deyil. Çünki bunlar xəttdir. Shape outline, yəni konturun figura əmrinə daxil oluruq. Buradan göy və digərini seçib qırmızı rəng seçirik. Daha sonra bu yazılar görsənməməlidir. Ona görə seçib klaviaturadan backspace-də delete düyməsini basırıq. Yəni bərabər düyməsi yanında olan backspace düyməsi və delete düyməsi. Belə bunları etdik. İndi normalda bu sağ tərəfdə olmalıdır. Ona görə chart design tabına daxil oluruq. Burada add chart element, davayut element əmrinə daxil olub. Burada legenda və ya ingiliscə legend, yəni buradan bunu right seçirik. Sağ tərəfdə əks olunsun. Bundan başqa görək, bu rəqəmləri əlavə eləmək lazımdır və əlavə edəndən sonra bu xəttləri, əsas məqam buradadır. Add chart element əmrinə daxil oluruq. Burada data labels əmri var. Rus dilində səhv etmirəmsə metki danlıq olmalıdır. Burada show əmrini seçirəm. Ola bilər ki, bəzi Word proqram versiyalarında burada show görsənməz. Yalnızca bu görsənər. Bizə də ancaq bu lazımdır. Onda bu hissəyə girəcəksiniz və çıxanda avtomatik, yəni burada əks olunacaq. Home tabına giririk. Buradan yenə Times New Roman punktu 12 edirik. Yəni ölçüsünü qalın edirik və yazın rəngini ağ edirik. Eyni zamanda digərində seçək. Bunun üçün baxın, digər rəqəmi seçək. Seçəndə zaten onunla bağlı bütün rəqəmlər seçilir. Bunları da Times New Roman 12 punkt edirik, ölçünü qalın edirik və ağ rəng edirik. Və bundan sonra indi digər məsələləri həyata keçirək. Deməli, nə edə bilərik? Deməli, bu 82-ni seçdik. Mouse'un sol düyməsini basıb saxlayıb, yəni bunun qırağında basıb saxlayıb çəkirəm. Və bunu da seçib bir qədər aşağı çəkirəm. Və
Bundan sonra məsələn bunları seçə bilmirəm. Görürsüz, yəni bu rəqəmlər düşüb remblik sözün üstünə. Bu zaman nə edərəm? Bu 82-ni seçəndə bu 80, yəni bu göyü ifadə edir, yəni Cristiano Ronaldo'nu. Yəni onun göstəricisidir. Bu 82-ni seçəndə onunla bağlı digər, yəni Ronaldo'nun digər göstəricilərini də seçir. Burada mouse'un sol düyməsini basıb saxlayıb çəkirik qırağa. Və eyni zamanda məsələn 92-ni seçirəm. Yəni bu Messi'nin göstəricisini. Eyni zamanda bu da seçilir. Bunu da basıb saxlayıb çəkirəm qırağa. Yəni bu formada həyata keçirmək mümkündür. Burada bunu etmək daha rahat olacaq. Deməli 39-u gətirib bura qoyaq. 35-i seçib buraya qoyaq. Bəzi hissələrdə bunu eləmək rahat olur, bəzi hissələrdə çətin. Onda yəni onunla bağlı digərini seçəndə etmək olur. Bu 78-i seçirik və bunu yuxarı çəkirik və bu hissə ilə çəkməyin. Yəni yalnızca bu hissə ilə, yəni bu dairələrin üstünə gətirməyin. Yəni bunların arasına gətirirsiniz də. Yəni qara 2 dənə ox əks olunmalıdır. 66-nı da seçib aşağıya qoyuruq. Və burada da bunları seçə bilmirəm. Ona görə nə edirəm? Boş hissəyə vurub, daha sonra 78-i seçirəm. Yəni 78 göydür. Burada da bu seçilir. 90-ı seçirəm bu tərəfə. 87-ni də seçmək alınmır. Yenə ona görə 66-nın üstünə vururam ki 87 də seçilsin və bunu da rahatca kənara çəkə bilim. Daha sonra burada görürsünüz biraz bunlar qalındır. Ona görə seçirəm bunu və daha sonra format alət tabına daxil oluram. Burada rəngi ağ edirəm və eyni zamanda daxil olub buradan bunu da biraz qalın eləməyə çalışaq. 1,2-də 1, yəni 1,5 edək və daha sonra bunu da seçək. Fikirversiz, yəni bu 87-ni edəndə digərlərini də etmişdi, yəni 66-nı, 39-u da. Yəni birini seçmək kifayətdir, ağ rəng və burada girib 1,2-də 1-i seçirim, yəni 1,5 punktdur. Gəlin bunları da bir qədər qalın eləyək. Məsələn, buraya daxil olub, weight əmrinə daxil oluruq. Məsələn, bunu biraz daha 3 punkt edək, bunu da seçək. Bunu da 3 punkt edək, daha canlı görsənsin. Belə, indi isə davam eləyək. Arxa fona belə bir tekstura verilib. Bunun üçün dizayn tabına daxil oluruq, yəni konstruktor tabına. Word-ün köhnə versiyalarında page layout'dur. Yəni razmetka stranitsa adlana bilər bu tab. Burada page color əmri var, yəni cvet stranitsa buraya daxil olub. Burada fill effects əmrinə vurursunuz və burada tekstura adlı bölməyi keçirsiniz və burada water droplets, yəni su damcıları teksturasını seçirsiniz. OK düyməsini vuranda tətbiq olunur. Daha sonra səhifənin kənarında belə bir çərçivə var. Bunun üçün elə həmin tabın içərisində, yəni bayaqki əmrin yanında page borders əmri var. Yəni cvet stranitsa, daha doğrusu granitsa stranitsa adlanacaq rus dilində. Daxil olursunuz buraya və burada art, yəni risunok bölməsində həmin o çərçivə növünü axtarıb tapmağa çalışırsınız. Bunu tapmaqda rahat olacaq, çünki rənglidir burada. Seçirik bunu və buradan width, şirina bölməsində ölçünü 31 edirik. Yəni bu yuxarı 3 buzağın üzərində mouse sol düyməsini basıb saxlasaz, yəni avtomatik 31-ə qalxacaq. OK düyməsini vururuq. Gördüyünüz kimi tətbiq olundu. Yəni bir daha qeyd edim ki, bu sadəcə bir nümunə idi, yəni bu diaqram növünü öyrənmək üçün. Yəni siz burada başqa məlumatları da bu diaqramda təsvir edə bilərsiniz. Bu hissə qalıb buranda edək. Deməli, indi burada rəqəmlər var, biz bunları seçə bilmirik. İndi bu 90-ı seçirəm, onunla eyni zamanda digər rəqəm də seçildi və digər rəqəmi də rahatca seçib çəkirəm aşağı bu formada. Məncə bundan sonra başqa bir şey qalmadı. Biraz bunu çəkək aşağı. Bunu da biraz cüzü biraz aşağı çəkək. Təxminən belə. Yəni
Yəni siz də istədiyiniz predmetləri bu diaqram növündə təsvir edə bilərsiniz. Videonu bəyəndinizsə like etməyi və kanala abunə olmayı unutmayın. Dostlarınızla paylaşın ki, onlar da bizim video dərslərdən faydalana bilsinlər. Hələlik sağ olun.